Əl-Müddəssir, bürünüb sarınan surəsi, Məkkədə nazil olmuşdur. 56 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. Ya eyyuhel müddəssir. Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş və ey nübüvvət libasını canına və kamal libasını ruhuna geyindirən. Qum fəənzir. Qalx və ins və cin mükəlləflərini qorxud. Və rabbəkə fəkəbbir. Öz Rəbbinə təkbirdi və sözlə və əməllə onu uca tut. Və thiyabəkə fətahhir. Və libaslarını pak et. Bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et. Və zövcələrini küfür və fiskdən paklandır. وَالرُّجْزَ فَهْجُرْ. Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş. وَلَا تَمْنُنْ تَسْتَكْثِرْ. Əvəzində daha çoxunu əldə etmək və ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama. Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma. وَلِرَبِّكَ فَاصْبِرْ. Və öz Rəbbin üçün səbr et. فَإِذَا نُقِرَ فِي النَّاقُورِ. Elə ki, sura üfürülər. فَذَلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ. O gün çətin bir gündür. عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٌ. Kafirlər üçün asan deyildir. ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا. Məni öz yaratdığım kimsə ilə tək burax. وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا. Ona bolluca mal dövlət verdim. وَبَنِينَ شُهُودًا. Və Məkkədə ya əyan əşrəflərin məclislərində ya da xidmət göstərməyə hazır oğullar verdim. وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا. Ona artıqlamasıyla büsatlı cah-cəlal, mal dövlət və övladlar verdim. ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ. Bununla belə bütün bunları artırmağıma tamahlanır. كَلَّا إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا. Əsla artırmaram. Çünki o, daim bizim tövhidimiz və Rəsulumuzun risaləti barədə olan nişanələrimizə qarşı inad edir. سَأُرْهِقُهُ صَعُودًا. Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm. Çətin bir axirət əzabına düçar edərəm. إِنَّهُ فَكَّرَ وَقَدَّرَ. Həqiqətən o, Qur'an barəsində fikirləşdi, ölçdü, biçdi. فَقُتِلَ كَيْفَ قَدَّرَ. Ölüm olsun ona, necə ölçdü, biçdi. ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ. Yenə də ölüm olsun ona, necə ölçdü, biçdi. ثُمَّ نَظَرَ. Sonra baxdı. ثُمَّ عَبَسَ وَبَسَرَ. Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü. ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ. Sonra Qur'anın haqq olmasını arxa çevirdi və təkəbbür göstərdi. فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ. Və dedi, bu yalnız keçmiş cadugarlardan gəlib çatan bir cadudan savayı bir şey deyildir. إِنْ هَذَا إِلَّا قَوْلُ الْبَشَرِ. Bu bəşər kəlamından başqa bir şey deyildir. سَأُصْلِيهِ سَقَرَ.
tezliklə onu səqərə atacam və yandıracam. وَمَا أَدْرَاكَ مَا سَقَرُ Və sən nə bilirsən ki, səqər nədir? لَا تُبْقِي وَلَا تَذَرُ Elə bir cəhənnəmdir ki, nə yandırmamış bir şeyi qoyar qalsın, nə də lap dərinliyinə kimi nüfuz etməyincə buraxar, yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar. لَوَّاحَةٌ لِلْبَشَرِ O gün insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır. عَلَيْهَا 19 Onun üstündə 19 nəfər, ya dəstə, gözətçi qoyulub. وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ والمؤمنون وليقول الذين في قلوبهم مرض والكافرون ماذا أراد الله بهذا مثلا كذلك يضل الله من يشاء ويهدي من يشاء وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ وَمَا هِيَ إِلَّا ذِكْرَى لِلْبَشَرِ Və biz cəhənnəm odunun məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtihana çəkilməsi üçün 19 etdik ki, özlərinə kitab verilmiş kəslər, Yəhudilər və Məsihilər, Qur'anın öz kitabları ilə uyğun gəlməsini görüb, yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şək şübhə etməsinlər. Digər tərəfdən də qəlblərində şək xəstəliyi olanlar və bir də kafirlər desinlər. Allah bu məsəllə cəhənnəm məmurlarının sayını deməklə nə demək istəmişdir? Heç ola bilərmi ki, yalnız 19 nəfər cəhənnəmin saysız hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin? Beləcə, Allah istədiyi kəsi dəlil sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra azğınlıqda buraxar və istədiyi kəsi də dini qəbul etdikdən sonra başqa kəmallara doğru hidayət edər. Rəbbinin ordularının sayını özündən başqa heç kim bilməz. Bu Qur'an ayələri bəşər üçün yalnız bir xatırlatma, öyüd nəsihət vasitəsidir. Kəllə vəl-qəmər Belə deyildir. Onların zənn etdikləri kimi deyil. Onlar Qur'an və cəhənnəmi yalan zənn edirlər. And olsun aya, vəl-leyli iz ədbər and olsun qayıdıb getməkdə olan gecəyə, vəs-subhi izə əsfər və and olsun işıqlanmaqda olan səhərə ki, İnnəhə lə-ihdəl-kübər həqiqətən bu Qur'an ayələri, yaxud bu cəhənnəm, Allahın lütfünün və qəzəbinin ən böyük nişanələrindən biridir. Nəzirən lil-bəşər Bəşər üçün bir qorxuducudur. Limən şəə minkum ən yətəqəddəmə əv yətəəxxər Sizdən iman və əməl vasitəsilə irəli getmək, yaxud küfr və üsyan vasitəsilə geri qalmaq istəyən hər bir kəs üçün. Kullu nəfsin bimə kəsəbət rəhinə Hər kəs öz əməlinin girovundadır. Hər bir kəs
yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar. İllə ashabəl yəmin. Əshab-ı yəmindən, girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salihlərdən başqa. Fi cənnətin yətəsəəlun. Onlar cənnətlərdə və bağlar içində olarlar. Bir-birlərindən soruşarlar. Anil mücrimin. Günahkarların halını. Mə sələkəkum fi səqar. Onlara üst tutaraq soruşarlar. Sizi cəhənnəmə daxil edən nədir? Qalu ləm nəku minəl musallin. Deyərlər, biz namaz qılanlardan deyildik. Və ləm nəku nut'imul miskin. Fəqirə və yoxsula təam verməzdik. Və kunnə nəxudu mə'al xaidin. Batil əhli ilə birlikdə bihudə işlərə və söhbətlərə dalardıq. Və kunnə nükəzzibu biyevmiddin. Cəza gününü təksib və inkar edərdik. Həttə ətənəl yəqin. Ölüm bizi yaxalayana qədər. فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ. Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir. فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ. Onlara nə olub ki, öyüd nəsihətdən üz döndərirlər? كَأَنَّهُمْ حُمُرٌ مُسْتَنْفِرَةٌ. Onlar sanki hürkmüş vəhşi eşşəkdilər. فَرَّتْ مِنْ قَسْوَرَةٍ. Elə eşşəklər ki, ovçunun ya şirin çəngindən qaçırlar. بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَنْ يُؤْتَى صُحُفًا مُنَشَّرَةً. Onların işləri yalnız üz döndərmək deyildir. Əslində onların hər biri istəyir ki, Allah tərəfindən ona açıq məktublar verilsin ki, bu Peyğəmbəri qəbul et. Kəllə bəl lə yəxafunəl-əxirəh. Belə deyil. Qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil. Əslində onlar axirətdən qorxmurlar. Kəllə innəhu təzkirəh. Belə deyil. Onların söylədikləri kimi deyil. Əslində bu Qur'an öyüd nəsihət və xatırlatma vasitəsidir. Fəmən şəə zəkərəh. Belə ki, kim istəsə onu xatırlaya və ona əməl etməklə kamala çata bilər. وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ هُوَ أَهْلُ التَّقْوَى وَأَهْلُ الْمَغْفِرَةِ. Və Allah istəməyincə onlar xatırlaya bilməzlər. Çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O istəməzsə baş verməz. O qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.